Rahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Ebu Hureyre radıyallahu anhudan rivayet var. Peygamber sallallahu aleyhi ve sellem buyurur. Müslümanın üzerinde 5 hakkı var. Müslümanın üzerinde neçə hakkı var? 5 hakkı var. Birincisi, salam verdikdə salamı geri qaytarmaq. Salamı almaq yani. Esselamu aleykum deyirsə sənə bir adam, ona deyirsən və aleykumussalam. Eğer sənə bir adam Esselamu aleykum və rahmetullah deyirsə, ona deyirsən və aleykumussalam və rahmetullah. Sənə bir adam deyirsə Esselamu aleykum və rahmetullahi və barakatuhu, o adama deyirsən və aleykumussalam və rahmetullahi və barakatuhu. Bir gün Peygamber sallallahu aleyhi ve sellem oturarken mescide bir adam girir, salam verir, oturur. Peygamber sallallahu aleyhi ve sellem der ki 10. İkinci gün bir nefer girir, salam verir, oturur. Peygamber sallallahu aleyhi ve sellem der ki 20. Üçüncü gün bir nefer girir, salam verir. Peygamber sallallahu aleyhi ve sellem der 30. Neçə sözü oldu? 3, 10, 20, 30. Sahabeler dedi ki ya Resulallah, bunu biz anlayabilmedik. Yani 10, 20, 30 ne demektir bu? Peygamber sallallahu aleyhi ve sellem buyurur ki ama birinci gün bir adam mescide girdi, sadece Esselamu aleyküm dedi. Ve o adam 10 sevap kazandı. İkinci gün giren adam dedi ki Esselamu aleyküm ve rahmetullah. Dedi hemen adam 20 sevap kazandı. Üçüncü gün giren dedi ki Esselamu aleyküm ve rahmetullahi ve barakatuhu. O da neçə sevap kazandı? 30 sevap kazandı. Ona göre kardeşler, salam vermek, salamı almak sadece bu el adeti değil. Bu ibadettir. Müslümanın Müslümana olan en güzel hayır duasıdır. Esselamu aleyke, Esselamu aleykum. Bu demektir ki Allah'ın salamatçılığı, emin amanlığı, sülhü senin üzerine olsun. Yani sen hata balaya düşmeyesen, sen Allah'ın himayesi altında yaşayasan, senin başına hiç pis iş gelmeye. Bunların manasındadır bir Müslümana salam vermek. Ona göre tek el adeti değil, salam vermek aynı zamanda nedir? İbadettir. Üstelik de salam vermek senin Allah katında dereceni yükseldir çünkü sevap kazanırsan. Ve burada önemli bir şey var. Arap dili bilirsiniz kardeşler çok ince bir dildir. Çok dakik ve hassas bir dildir. Bir kelime hatta bir harfin telaffuzu bile harfin məxrəcindən çıxartmamaq bile mənanı değişebilir. Mesela üçün bakın Arap dilinde 3 s harfi var. Sin var, th var, sad var. Ona peltey s deyirlər. Hansı ki s harfini konkret demirsən, dilin ucunda peltey formada s deyirsən. S. Mesela fikir verin. İsim, elif, sin, mim. İsim ne demekti? Ad, isim. Pelteylə desək, elif, th, mim, isim. Ne demekti? Günah demekti. Yani bir balaca sıda peltehlə qeyri peltehin arasında fərq olsa, sen adla günah arasında fərq var mı? Fərq yoxdur mu? Var. En'amte aleyhim. Senin nimet verdiğin kəslərin yoluna hidayet et deməkdir. En'amte aleyhim. En'amtu aleyhim desen, bu artıq böyük cinayətdir. Deməkdir ki, sen değil, mənəm onlara nemət verən. Tu. Fəthə ilə dammənin arasında məna yerlə göy qədər fərqlidir. Adicə məsələ bizim dildə bir dənə bu hissəyə nə deyirlər? Qarın. Nə deyirlər? Qarın. Ərəb dildə hətta qarının hər bölgəsinin özünün adı var. Köbək altına deyirlər xasira. Batın. Sadr. Nəhr. Onuq. Hamısının her mərhələnin özünün müstəqil adı var. Bu dil geniş olduğuna göre kardeşler,
Hər kəlmənin, hər cümlənin kitab və sünnədə varid olanın geniş mənaları var. Ona görə salam vermək sadəcə ərəb dilində el adəti olaraq deyil, eyni zamanda bu ibadətdir. Ona görə salamı verərkən dəqiq vermək lazımdır. Ərəb dilində var əs-səlam, ərəb dilində var əs-sam. Bizdə deyirlər, bir də görsən, salam möykü. Salam möykü. Salam möykü əslində bu dildə olan büdrəmə deyil. Bu Yahudilərin müsəlmanlara etdiyi salam formasında bəddduasıdır. Ərəb əsilli sözdür bu. Allahın ölümü olsun deməkdir sənin üzərinə. Sən öləsən, məhv olasan, həlak olasan deməkdir. Ərəb dilində səm, azar deməkdir, azar. Xəstəlik mənalarından biri də zəhər deməkdir. Zəhər deyəndə ərəb dilində ölüm nəzərdə tutulur. Bir nəfər gəlir Yahudilərdən Peyğəmbər sallallahu aleyhi və səlləmin evinə, içəri girəndə deyir ki, Əs-səmu aleykə ya Muhammed. Salam möykü ya Muhammed. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, və aleykə. Burada dayandırır, və aleykə. Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə radiyallahu anh eşdəndə deyir ki, ey meyminin və donuzun övladları, siz kimsiniz ki Allahın Peyğəmbərinə bəddua edirsiniz? Peyğəmbər s.ə.v Ayşə radiyallahu anhə işarət edir ki, sakin ol. Sakin ol. Deyir, ya Rasulallah, mən necə sakin olum? Onun sənə dediyi bədduanı eşitmədinmi? Peyğəmbər s.ə.v deyir ki, ey Ayşə, mənim ona cavabımı eşitmədinmi? O mənə salam möykü dedi. Mən də dedim ki, və aleykum. Yəni, sənə Allahın ölümü olsun dedi. Mən də dedim ki, sənə olsun. Və aleykum, sənə olsun. Deyir, Allah onların duasını qəbul etmir. Kimin duasını qəbul edir? Müsəlmanın duasını qəbul edir. Ona görə onun dediyi kimə qayıdır qardaşlar? Özünə. Burada başa düşdünüzmü? Əs-səlamu aleykum kəlməsi ilə salam möyküt. Hətta Zakatalada bəzi yerlərdə küm deyirlər. Küm. Salam aleykum demirlər. Axırını küm. Bunlar qardaşlar hamısı qeyri-İslami salamdan başqa hamısı ya ləğvdir, oyun oyuncaq, boş vermək də bədduadır. Ona görə sizə bir adam salam verəndə sizə dəqiq salam verməyindən əmin olun. Bir adam sağ salam möyküt desin, sən də deyilən aleykumussalam və rahmetullahi və barakatuhu. Bir adam sağ desin ki, Allahın sağ ölümü olsun, sən də deyilən çox sağ ol, Allahın da sülhü, əmin amanlığı, bərəkəti, rəhməti sənin üzərin olsun. Yəni, amin sözündən daha bərbad çıxır bu. Salam eşitdiyiniz zaman ona uyğun qaytaracaqsınız. Əssəlamu aleykum, əssəlamu aleykum. Və aleykumussalam, əssəlamu aleykum. Aydındır mı? Hətta sahabələr Peyğəmbər s.ə.v buyurur ki, bir hədisdə əfşus sələmə beynəkum, aranızda salamı çoxaldın. Aranızda nə edin? Salam verməklə salam çoxaltmanın arasındakı fərqi bilirsiniz nədir? Salam vermək odur ki, adamı bircə dəfə gündə gördünsə, bircə dəfə salam verə bilərsən. İkinci gördün, salam vermirsən, üçüncü gördün, salam vermirsən, bu salam verməkdir. Peyğəmbər s.ə.v deyir, salam verin. Nə deyir? Salamı çoxaldın. Yəni, hər dəfə görüşdükdə bir-birinizə salam verin. Çünki xeyr duadır. Ona görə sahabələr getdikləri zaman ortalarından bir ağac keçərdi. Bir ağac, biri bu tərəfindən keçəndə, biri bu tərəfindən ortalarını ağac ayırdığı zaman birləşəndə təkrar nə eləyərlərdi? Əssəlamu aleykum deyərlərdi yenə. Bugün yolda keçirik da sağa, sola, cəmaatı görürük. Birinə salam verirsən. Bir dəfə görün, salam aleykum, keçdin, getdin. Bəzi cahillərə. Geri qayıtdın 5 dəqiqədən sonra yenə deyirsən, salam aleykum, belə keçir. Birinci sağa qarşı yaxşı zənn eləyir. Deyir, ola bilsin, ma salam verdiyini unutdu baxları. Bu, bilmədi ki, ma salam verib. Üçüncü yenə salam aleykum deyəndə deyir, burama yığdın, nədir? Buraya yığıldı. Nə belə keçəndə də salam verirsən, elə keçəndə də salam verirsən. Ona görə qardaşlar, bunlar əslində salamın həqiqətini bilən adam həmişə arzulayar ki, səhərdən axşamı kim ona xeyr dua eləsinlər. Deməli, birinci haqqı nə idi? Müsəlmanın üzərində olan salam vermək, salamı qaytarmaq. Ona görə salam vermək sünnədir, savabdır, amma salamı qaytarmaq isə nədir? Vacibdir. İkinci haqqı müsəlmanın üzərində olan öldükdə cənazəsinə qatılmaq. Bir müsəlman öldüsə,
fardu kifayədir, onun cənazəsində qatılmaq haqlardandır. İstər cənazəni yümək, istərsən cənazəni aparmaq, istərsən dəfn eləmək. Hər kəs bunu tərk eləsə, hamı günah qazanır. Amma bir toplum iştirak eləsə, o biri toplumdan günah qalxır. Üçüncü haqqı nədir? Aksırdığı zaman bizdə aksırmaq deyirlər, düzdürmü? Amma onun qrammatik askırmaqdır o, askırmaq. Bizdə aksırmaq deyirlər. Önemli olan odur ki, o askırmaqda bir adam askırdısa, sünnədə varid olur, elhamdülillah. Askırdınsa, xeyrallah. Sonra gene ne deyirlər? Ya Rabbim, çox yaşa, ne bilim. Ne deyirlər? 1 milyon. Bir olub 1 milyon, yok 1 milyard desələr daha yaxşı olardı. Bunlar qardaşlar heç biri dinimizdə yoxdur. Dinimizdə olan nədir? Dinimizdə olan elhamdülillah. Bir adam elhamdülillah dedisə askırdıktan sonra ona deyirsən yarhamukallah. Elhamdülillah demək də Allaha həmd olsun. Yarhamukallah demək də Allah sənə rəhmət etsin. O adam da cavab olaraq qaytarır ki yahdikumullahu ve yuslihu balakum. Yahdikumullah ve yuslihu balakum. Allah sizi hidayet etsin ve işlerinizi düzeltsin. Yani bu da yine arkasında bunun Müslüman için xeyir duası var. Bir şey yadıma düştü. Bismillah. Kendimizde olan bir hadisedir. Ona göre deyirəm, yaşlı insanların qədrini, qiymətini bilmək lazımdır vallahi. Yaşlı insanların dəyərini bilməmiz lazımdır. Çünkü bəzən düşünmədiyimiz şeylərlə qarşılaşa bilərik. Bir 15 yıl bundan qabaq, təxminən 2002-2003 yıllardı təxminən. Kendimizde bir yaşlı arvad var idi. Onun nəvəsi de aramızda olmalıdır bugün. Bu məhəlləmizdə, bizim məscidə yaxın bir arvad olmalıydı. O arvadı demək olar hər həftə qardaşlar gedirdik, ziyarət elirdik. Yaşlı nənə idi, namaz qılan bir insan idi. Köhnədən əsla namazını buraxmayan, hətta küfürün ən şiddətli vaxtında, Sovetin komünist vaxtında yenə namazını buraxmayan bir qadın idi. Kardeşler gedirdik, onu ziyaret elirdik. Ben de düşünürdüm ki, tabii ki o vaxtıda Mədinədə təhsil alırdıq o zamanda. Mən ağlıma gəlməzdi ki, yani mollaların təxribata çevirdiği bir dönemde insanlarda sünnədən nəsə əsər qalmış olaydı. O nənə, Allah rəhmət eləsin, ölüm döşəyində idi, çox ağır xəstə idi. Getdim ziyarət etməyə, o dəfə tək getmişdim. Nənə ilə hal-kef danışarkən nənə askırdı birdən. Askırdı və elhamdülillah dedi. Mən də səsimi çıxartmadım. Dedim birdən qalxaram yarhamukallah deyərəm. Bu mənə deyər ki ərəbcə sən nə edirsən? Yəni ki nə sözlər zad deyirsən? Xeyr ola zad. Heç nə mən demədim ki pis başa düşməsin. Və biz söhbətə davam etdik. Deyir ki sen mənə niye yarhamukallah demedin? Təsəvvür edin kardeşler. Sen deyir mənə niye yarhamukallah demedin? Çünkü mən sana yahdikumullah ve yuslih balakum diyəcəydim. Dedim ki subhanallah. Ona göre pizden ne kadar pis şeydi kardeşler. Bazen insanlar baxır deyir ki bundan da Müslüman olmaz. Bu şey belki falan falan. Ama öyle değil. Vallahi insanlar var, yaşlı insanlar o vaxtdan beri ne kadar fırtınalar, küfür fırtınaları olsa da Allah mütləq sadiq insanlarını bəndələrinin içində qoruyub saxlayır. Neçə haqqı dedik? Salam vermək, salamı qaytarmaq, cənazəsində iştirak eləmək, aksırdığı zaman yarhamukallah demək, elhamdülillah deyəndən sonra dördüncü haqqı yeməyə dəvət eləyərsə icabət eləmək. Dünənki hadisəni demirəm da, orada başımıza nələr gəldi. Bu unudulası şey deyil əslində, amma hər şeydə bir xeyir var. Yeməyə dəvət eləyəndə icabət eləmək. Çünki icabət eləməkdə qardaşlar, ümumiyyətlə müsəlmanların bir araya gəlməyində məqsədlər yemək deyil.
Hamının evində zaten yemək var, hamının evində zaten içmək var. Sadəcə dəvət olunduğu zaman o toplumun içində bulunmağın ən önəmli hədəf budur. O toplumu səni ki dəvət edirlər, 5 dəqiqə də 10 dəqiqə də olsa gedib o toplumun içində iştirak eləməyin, orada bulunmağın, hətta yemək yeməsən belə onun özü çox önəmlidir. Dəvətə icabət eləmək müsəlmanın üzərində olan haqlarındandır. Hətta elm əhli deyir ki, bir adam sünnət orucu tutursa, Ramazanın orucunu yox ha, nafilə orucu tutursa, yaxşı olar ki bir adam onu ikrama dəvət eləyəndə o insan orucunu açsın, getsin onun dəvətinə icabət eləsin. Dəvətə icabət eləmək o qədər önəmlidir Allah qatında. 5-ci şərt nədir qardaşlar? 5-ci şərt nədir? Xəstələndiyi zaman müsəlman qardaşını nə etmək? Ziyarət eləmək. Ona görə İslam dinində nəyə görə cəmaat namazı vacibdir? Cəmaat namazından qılmalıyıq. Nəyə görə cümələrə yığılmaq vacibdir? Nəyə görə bayram vacibdir? Çünki biz bir araya gəlməsək, bir-birimizi görməsək, aramızda kiminsə xəstə olduğunu biləcəyik mi? Bilməyəcəyik. Bərabərlikdə, birlikdə böyük fayda var ki, hətta bir-birlərimizdən halı kef oluruq. Hədisi mətin olaraq bir də xatırladıram. Əbu Hüreyrə radiyallahu anhudan hədis rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, müsəlmanın üzərində 5 dənə haqqı var. Birincisi nə idi? Salamı qaytarmaq. İkincisi asqırdığı zaman yarhamukallah, əlhəmdülillah deyərsə yarhamukallah demək. Üçüncüsü cənazəsinə qatılmaq. Dördüncüsü dəvətinə icabət etmək. Beşincisi də xəstələnəndə onu ziyarət etmək. Allah bizə iştifadını etsin. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed.